Salam. Herkese salam. Herkesin Novruz bayramı ve Bayramı Ramazan bayramı mübarek mübarək olsun. Neydi? Hamının tutduğu oruçlar, elədiyi dualar qəbul olsun inşallah. İnşallah, inşallah. İndi birazdan qonaqlarımız gələcək və sizə süfrən falan göstərəcəyik. Bu da bizim xonçamız. Və sizdə Və sizdə belə xonça var. Baxın, bir dənə nənə qoğal bişirir. Bu nəsə edir burada? Tonqalımız. Burada xonçalarımız. Bu kişi davul çalır. Bu kişi də su içir. Məşədi bax daha bu. Sonra burada bu gitarı çalır. Burada bunlar oturublar. Bu belinə yastıq alıb. Burada bunlar çosa ilə keçərdilər. Bu paxlavamız. Bax bu. Burada samovarımız. Xonçalarımız. Gördüyünüz kimi şamlarımız. 3 dənə şam var. Bu minik bir itin evi. Və ev. Bu da evləri. Barımızın gəlməyinə az qalıb. Biz də süfrəni qururuq yavaş-yavaş. İndi boşqabları qururuq. Gəlin boşqabları qurursan safıqlar. Ha, var. Yo, mən də boşqabları qururum. Birinci üstə qoyasın. Birinci burası. Gəl buradan başlayalım. Orada. Qoy. Aslında maraqlı deyil qabları düzmək. Bəli. Bırak 2 dənə qoyun. Хотя я сам ярмарка София Капалья. Hayaller Paris yaşantı İspanya. Yani daha hayaller yanında yaşantılanma. Dostlar, safekaları qatladıq. Bacıma verirəm. Hər birini paylayır. Buyur bacım. Siz süfrə düzmək qaydasını bilirsiniz. Qaşıq, vilka, yəni ən birinci safetkanı sağa qoyursunuz. Sonra qaşıqla vilkanı qoyursunuz üstünə. Birinci qaşığı, sonra vilkanı. Bir də stəkan qoyursunuz qabaqlarına qoyup. Bu için deyildi. Düzürsən, başqa yer qalmamalıyım. Ona mən eləyədim. İndi dostlar, istəkanları düzürük. İndi dostlar, mən istəkanları düzürəm. Bacım vilka qaşıqları qoyur. Bax belə. Bax. Bax belə. Bax dayan. Mən vilka qaşıqları yerdən qoy. Bax belə. Bura vilka qaşıqları düzmüşəm. Bura qoyma da. Dostlar, Eləyəcəm. İndi sokları qoyuruq. indi dostlar, pişirdiyi kompotları qoyuruq. nənəmin evdə pişirdiyi kompotları qoyuruq. Bunu hara qoyuruq? Məncə bu yer. Başqa yer yox. Bu da vazoların içində süni güllər. Buna baxın, çox qəşəngdirlər. Mən bunlardan hamısını sevirəm, amma ən çox bunu sevirəm. Bunu mən görməmişəm, çox qəşəngdir bunlar. Qardaşımla bərabər köməkliklə düzəltdiyimiz, yəni bir-birimizə kömək edərək düzəltdiyimiz süfrənin son halı. Belə dozaqdan görünüş.